Hər kəsə salam. Bugün sizə çox qısa bir müddət ərzində ismi yiyəlik hal dərsini başa salacağam. Diqqətiniz məndə olsa 5-10 dəqiqə siz ismi yiyəlik hal dərsini çox asanlıqla başa düşəcəksiniz. Deməli, ingilis dilində ismi yiyəlik halı iki cürdür. Apostrof S, ın, in, un, ün. S apostrof ların, lərin deməkdir. Azərbaycan dilində də belədir. Məsələn, Saranın oğlu, qızların kitabları eyni şeydir. Burada isə bizdəki ın, unun və ların, lərin şəkilçisini bunlar bu cür düzəldirlər. Apostrof S, ın, in, un, ün və S apostrof ların, lərin. Misal yazmışam. Boys car. Oğlanın maşını. Oğlanların maşını desəksə, boys S apostrof cars. Oğlanların maşınları. Və yaxud da ki, baby's toy. Uşağın, yəni balaca bəbənin oyuncağı. Uşaqların oyuncaqları desəksə, biz baby's toys. Yəni belə deyək də, ismi cəmləyirik və sonra ona apostrof yazırıq və daha sonra ismi yazırıq. Baby's toys, uşaqların oyuncaqları. Burada bir dənə diqqət elədiyimiz məqam nədir? Qaydasız isimlərin yiyəlik halı həm təkdə, həm də cəmdə apostrof S ilə düzəlir. Yəni heç vaxt S apostrof olmur. Qaydasız isimləri yadımıza salacağıq indi. Bir dənə misala baxaq. Child's ball, uşağın topu. Children's ball, uşaqların topları. Gördüyünüz kimi mən child sözü uşaq sözündə də, children uşaqlar sözündə də hər ikisində də apostrof S yazdım. S apostrof yazmadım. Səbəbini izah edirəm. Çünki qaydasız isimlər kökündən cəmlənir. Onlara S apostrof yaza bilmirik. Ona görə təkdə olanlara da, cəmdə olanlara da apostrof S yazmaqla düzəldirik. Men's car, kişinin maşını. Men's cars, kişilərin maşınları. Biz əgər mən sözünə S apostrof yazsaq, ya da mən sözünə S apostrof yazsaq, bu olmur. Niyə? Səbəbini izah edirəm. Mən birincidə, mən sözü özü kişilər deməkdir. Kişilərə S apostrof artıranda belə olur. Kişilər, S apostrof artıranda da belə olur. Lərin, kişilərlərin. Deyə bilərik belə, deyə bilmərik. Və yaxud da ki, altdakına baxıram. Men's apostrof. Biz isim dərsini öyrənəndə öyrəndik ki, ümumiyyətlə qaydasız isimlərə S artıra bilmirik. Necə bunlara S apostrof yaza bilərik ki? Yəni eyni məntiqdir. Qaydasız isimlərə S artıra bilmədiyimiz üçün biz onlara S apostrof yaza bilmirik. Təkdə də, cəmdə də apostrof S yazmaqla düzəldirik. Qaydasız isimləri tez yadımıza salaq. Man, men, woman, woman, tooth, teeth, goose, geese, foot, feet, loose, lice, mouse, mice, child, children, ox, oxen, person, pupil. Bu isimlərin həm təkdə olanlarına, həm bu tərəfdə cəmdə olanlarına biz yiyəlik halda apostrof S artırmaqla düzəldirik. Heç vaxt bunlara S apostrofu artıra bilmərik. Deməli, qeydə baxaq. Ən vacib məqamlardan biri isə burasıdır. Apostrof S təkcə ismi yiyəlik halı deyil. Is, has, as, bunların qısaldılması da apostrof S-dir. Biz to be-nin əmizar indiki zamanını keçəndə qısaldılmaları orada görmüşdük. Eyni şeydir. Məsələn, she apostrof S a teacher. Buradakı apostrof S isin qısaldılmasıdır. She is a teacher. O müəllimdir deməkdir. İkiyə baxıram. She apostrof S got a son. Bu isə has got'un qısaldılmasıdır. She has got a son. Üçüncüyə baxıram. Let's go to school. Burada apostrof S isə asın qısaldılmasıdır. Let us go to school. Gəlin məktəbə gedək. Bu isə apostrof S burada deməli asın qısaldılmasıdır. Bəs cümləyə baxanda biz necə biləcəyik ki, bu apostrof S ismin yiyəlik halıdırmı? Yoxsa bu izin, həzin, asın qısaldılmasıdırmı? Çox qısa metoddan indi öyrədəcəm sizi, görək. Bu ismi yiyəlik halıdırmı ya qısaldılmadırmı? Qeyd. Qeyd. Apostrof S aşağıdakı hallarda ismin yiyəlik halı deyil. Diqqətli olaq. İsmin yiyəlik halı deyil. 1. Apostrof S-dən sonra artikel gəlsə, ismi yiyəlik halı deyil. Artikel dərsini bilmirsənsə kanalıma daxil ol. Artikel dərsinə bax, nə olduğunu bil və sonra video davam elə. Apostrof S-dən sonra artikel gəlsə, yiyəlik hal deyil. Məsələn, Sara apostrof S-dən sonra artiklı gəlib. Deməli, bu ismi yiyəlik halı deyil. Sara is a teacher. İzin qısaldılmasıdır. 2. Apostrof S-dən sonra əvəzlik gəlsə, yiyəlik hal deyil. Sara apostrof S, my. Apostrof S-dən sonra my gətirmişəm. My nədir? Mənim.
əvəzlik gətirmişəm. Deməli, yəlik hal deyil. Sarah is my teacher. İsin qısaldılmasıdır. 3. Apostrof S-dən sonra feil gəlsə, yəlik hal deyil. Sarah's playing a violin. Sarah skripka çalır. İsin qısaldılmasıdır. Sarah is playing. İkinci tərəfdə playing sözünü səhv yazmışam. Sonda G hərfi də olmalıdır. Tez-tez yazmışam deyə biraz səhvlik var yazıda. Sarah is playing a violin. Sarah skripka çalır. Is playing indiki davam edici zamandır. Axırıncı cümləyə baxıram. Sarah's been in America. Burada isə apostrof S has been deməkdir. Bu isə bitmiş zamandır. Bunu iləriki dərslərdə keçəcəyik. Deməli, üçüncü qayda nə oldu? Apostrof S-dən sonra feil gəlsə, bu ismin yəlik halı deyil. 4. Apostrof S-dən sonra sifət gəlsə, yəlik hal deyil. Sarah apostrof S happy. Happy xoşbəxt sifətdir. Deməli, bu yəlik hal deyil. Sarah is happy deməkdir. 5. Apostrof S-dən sonra sözünü gəlsə, yəlik hal deyil. Sözünü at, in, on, between, bir çox sözünlər var, yəni liboyu gəlsə, bu yəlik hal deyil. Sarah's at market. Sarah marketdədir. İzin qısaldılmasıdır. 6. Apostrof S-dən sonra got gəlsə, yəlik hal deyil. Ən asanı budur, çünki biz bilirik ki, got, has gotun, have gotun qısaldılmasıdır. Ona görə cümləyə baxan kimi tapırıq. Sarah's got a son, Sarah has got a son. Sarah'nın oğlu var deməkdir. 7. Apostrof S-dən sonra say gələrsə, yəlik hal deyil. Sarah's 28 years old. Bu belə deməkdir. Sarah is 28 years old. Sarah 28 yaşındadır. Ümumiləşdirək. Apostrof S-dən sonra article, əvəzlik, feil, sifət, sözünü, got, say gələrsə, bunlar ismi yəlik halı deyil. Bəs nə vaxt yəlik hal olur? Apostrof S-in cümlədə yəlik hal olması üçün özündən sonra mütləq və mütləq şəkildə nə gəlməlidir? İsim. Mütləq. İsim gəlməsə o yəlik hal deyil. Nümunələrə baxaq. Sarah's son is a little baby. Sarah'nın oğlu balaca uşaqdır. Eileen's eyes are beautiful. Aylin'in gözləri gözəldir. Gülay's hair is long. Gülayın saçı uzundur. Gördüyünüz kimi hər üç cümlədə apostrof S-dən sonra isim gətirmişəm. Oğlan, gözlər və saç isim gətirmişəm. O zaman bunların üçü də ismi yəlik halına aiddir. Qeyd. Biz yuxarıda qeyd etdik ki, apostrof S-dən sonra sifət gəlsə yəlik hal deyil. Amma apostrof S-dən sonra sifət plus isim gəlsə yəlik haldır. Yəni, ismi qabağında təyin edicisi gəlsə, bu zaman yəlik hal olur. Məsələn, Sarah'nın balaca oğlu ağıllıdır. Gördüyünüz kimi, Sarah'dan sonra sifət gətirmişəm, little, balaca. Sonra boy, oğlan sözü gətirmişəm. Yəni, yeni isim gəlib. Ümumiləşdirək. Apostrof S-dən sonra yalnızca sifət gəlsə, yəlik hal deyil. Amma sifət sonra isim gəlsə, bu zaman yəlik haldır. Bu qaydamız da belə. Hələ ki, bu ismin yəlik halının part 1 birinci hissəsi idi. İkinci hissənin videosunu paylaşacağım. Amma bura qədər əgər hər şey aydındırsa, siz artıq ismin yəlik hal dərsinin 80%-ni mənimsəmiş olursunuz. Ümumiləşdirək. Apostrof S, ın, S apostrof, ların, lərin. Cümlədə ismin yəlik hal olması üçün apostrof S özündən sonra mütləq isim gəlməlidir və yaxud da ki, özündən sonra mütləq sifət, sonra isim gəlməlidir. Əgər isim gəlmirsə, bu zaman biz bunu yəlik hal götürməyəcəyik. Qaydalara baxaq. Apostrof S-dən sonra article gəlsə, apostrof S-dən sonra əvəzlik gəlsə, apostrof S-dən sonra feil gəlsə, sifət gəlsə, sözünü gəlsə, got gəlsə, say gəlsə, bunlar ismin yəlik halı olmaz. Apostrof S-dən sonra mütləq və mütləq isim gəlməlidir. Və qaydasız isimlər, bu 10 dənə isimlər, mən, men, women, bunların yəlik halı təkdə də, cəmdə də yalnız və yalnız apostrof S artırmaqla düzəlir. Heç vaxt S apostrof yaza bilmirik. Bugünkü dərs izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Bu video sənin üçün faydalıydısa, abunə olmağı, like atmağı, başqaları ilə bölüşməyi və yaxud da ki, yorumlara yaxşı sözlər yaza bilərsiniz və yaxud da ki, yorumlarda hansı dərsdə çətinlik çəkirsinizsə, o dərsin mövzusunu yaza bilərsiniz, adını qeyd edə bilərsiniz ki, mən də vaxt elədikcə çəkib sizlərdən paylaşım. Ümidvaram ki, hər şey aydındır. Bu ismi yəlik halının part 1, yəni birinci hissəsi idi. İkinci videonu izləmək üçün siz bildirişləri aça bilərsiniz ki, mən videonu yükləyən kimi sizə xəbərdarlıq gəlsin. Sağ olun, hələlik.
4-cü sinif ingilis dilindən Manafova Günel, Namazova Sevdanın testindən passive voice, ismin yəlik halı testini izah edirəm. Birinci qaydanı yadımıza salaq. Apostrof S-in ismin yəlik halı olması üçün özündən sonra artiklsız isim gəlməli idi. Yəni sadəcə isim gəlməlidir. Apostrof S-dən sonra N, Z artiklı gəlməz. Apostrof S-dən sonra feil gəlməz. Gəlsə deməli ismin yəlik halı deyil. Apostrof S-dən sonra feil gəlməz. Apostrof S-dən sonra qot gəlsə bilirik ki, has qotun qısaldılması. Apostrof S-dən sonra nə gəlməlidir? Birbaşa isim gəlməlidir. İndi isə testlərə baxaq. İndi isə testlərə baxaq. Mənim qardaşımın sevimli yeməyi sandviçdir. Qardaşımın. Qardaş sözü brazə. Qardaşımın sözü brazə. Apostrof S. Mənim qardaşımın sevimli yeməyi sandviçdir. 1B. 2-yə baxıram. Onun əmisinin evi böyükdür. Əmi sözü uncle, əmisinin apostrof S. Uncle, apostrof S. Yəni 2-də cavab E. 3-ə baxıram. Uşaqların kitabları kitab şkafındadır. Children, uşaqlar. Apostrof S, ın, uşaqların kitabları. Yadımıza salaq. İsim, ingilis dili dərsində ismin içində 10 dənə isim var idi ki, bunlara deyirdik qaydasız isim. Kökündən cəmlənirdi. Man, men, woman, two, stis, goose, geese, foot, feet, loose, lice, mouse, mice, oxen, child, children, person, people. Bunların hamısının yəlik halı apostrof S-dən düzəlirdi. Heç vaxt S apostrofu artıra bilmirdik. O 10 dənə ismi biz əzbərləmişdik. İndi 3-cü testdə dedim apostrof S-dir. 4-cüyə baxıram. Muradın xalasının 3 uşağı var. Şagirdlər çaşıb bu testdə Y variantını seçirlər. Baxın, apostrof S-dən sonra deyirik mütləq isim gəlməlidir. Burada hanı apostrof S-dən sonra isim? Bir dənə də apostrof S gəlib. Cavab olur C. Muradın xalasının var 3 uşağı. Yəni həz isim deyil deyə burada birbaşa apostrof S qoya bilmirik. Yəni Murad apostrof S desəm demək olmur. İsim gəlməlidir. Və Muradın xalasının 3 uşağı var. Ona görə 4-də cavab olur C. Bəzi uşaqlar bunu belə də çaşır. Məsələn, I have got a son. Mənim bir oğlum var deməkdir. Amma my have got demirik. I have got deyirik. Çünki my'dan sonra isim gəlməlidir. Amma have got isim olmadığı üçün my işlətmirik, I-ya keçirik. Eyni o məntiqdədir bunun cavabı da. Ona görə Murad apostrof S olur. 5-ə baxıram. Onun bacılarının donları yenidir. Burada ar veribsə, deməli dondan yox, donlardan söhbət gedir. Baxın, donlar, don. Donlar, donlar. Aha, bir variantı sildik. Bacılarının donları. Apostrof S, nunun, S apostrofların, lərin. Deməli, bacıların donları deyəndə biz S apostrof yazmalıyıq. Ona görə D variantı olur. Bacıların donları. C variantında belə olub. Bacının donunun. Yəni bacılardan söhbət gedirsə, S apostrof olmalıdır ki, bacılarının donları. Ona görə 5-də cavab olur D. 6-cı testə baxıram. Qadının anası qocadır. Woman, qadın, apostrof S, nunun, qadının anası. 7-yə baxıram. Mary və Susanın donları yaxşıdır. Yenə təkrar deyirəm. Əgər 2 nəfər bacı qardaşdırsa, məsələn, Səma and Sona. Bunlar bacıdırsa, apostrof S-i ikinci ismə artırırıq, axırıncıya artırırıq. Səma və Sonanın anası is a teacher. Səma və Sona bacı olduğu üçün apostrof S axırıncı kimin adını deyirəmsə onda qoyulur və ikisinin bir maması olduğu üçün mama sözü təkdə və is. Amma desəm ki, Səma və Saranın anası. Səmadan Sara bacı deyil. Onda Səmaya bir apostrof S yazıram. Saraya bir apostrof S yazıram. Hərəmizin bir maması var. İkimizin olduğu 2 maması. Ona görə mama sözünü cəmdə yazıram. İzin əvəzinə ar yazıram. Səmanın və Saranın mamaları müəllimədirlər. Başa düşdük? Yəni 2 nəfərin bir maması varsa mama təkdə iz. 2 nəfərin ayrı-ayrı mamaları varsa 2 mama olur. Mama sözü cəmdə, izin əvəzinə ar, teacher sözü yenə cəmdə. İndi bu 7-yə baxaq. 2 dənə qız verib. Deməli apostrof S-i hər ikisini artıracam. Mary'nin və Susanın donları qəşəngdir. Hər ikisinin apostrof S olur A bəndi. 8.
Baxırıq burada qız gözü verib. Yəni qadın gözüdür. A variantında teacherdən sonra apostrof s yazmayıb. B variantı kişi deməkdir. D variantı oğlan deməkdir. Y variantında da qadın sözünə s apostrof yazıb. Biz dedik kökündən cəmlənən isimlərdə s apostrof yaza bilmirik. Apostrof s yazmalıyıq. Ona görə 8-də cavab olur C. 9-a baxıram. Mənim dostumun adı Nəzrindir. Milana deyir, mənim dostumun adı Nəzrindir. My friend, mənim dostum. Apostrof s, n. Mənim dostumun adı Nəzrindir. Yəni 9-da cavab olur Y. Ona baxıram. Elmir'in babası kənddə yaşayır. Elmir, apostrof s, baba, yaşayır kənddə. Cavab olacaq B. Bu asan idi. 11-ə baxıram. Hansı cümlə ismi yəlik halıdır? A variantında apostrof s-dən sonra sifət yazıblar. Bəd, pis deməkdir. Sifətdir. Biz deyirik apostrof s-dən sonra nə gəlməlidir? İsim. Ona görə A variantı səhv. B variantında apostrof s-dən sonra əvəzlik gəlib. Your, sənin, yəli əvəzliyidir. Əvəzlik gəlib. Deməli bu what is your fazə. Sənin atan nəçidir deməkdir. Deməli izdir. Yəlik hal deyil. C-yə baxıram. Doktorun otağı. Bəli, həkimin otağı təmizdir, düzdür. D-yə baxıram. N artiklı gəlib apostrof s-dən sonra dediyi artikl gəlməz. Y variantında apostrof s-dən sonra got gəlib. Bu da has gotun qısaldılmasıdır. Deməli 11-də cavab olur C. 12-yə baxıram. George'un gözləri. Göz sözü isimdir. Bəli, yəlik haldır. B variantı apostrof s-dən sonra my. Əvəzlik gəlib. Şəxs əvəzliyidir. Deməli, yəlik hal deyil. C. Got gəlib. Has gotun qısaldılmasıdır. Deməli, yəlik hal deyil. D-yə baxıram. My, mənim, əvəzlik gəlib. Deməli, ismin yəlik halı deyil. Your, yenə əvəzlik gəlib. Sənin deməkdir. Deməli, yəlik hal deyil. Bircə dənə qayda. Apostrof s-dən sonra birbaşa, artiklsız isim gəlməlidir və yaxud da ki, sifət isim də gələ bilər. Məsələn, mənim gözəl bacım müəllimədir. Mənim ağıllı şagirdim yaxşı bal toplayıb. Sifət isim gələ bilər, amma təkcə sifət gələ bilməz. Amma sifət isim gələ bilər. 13-ə baxıram. 43, 43. Apostrof s-dən sonra say gəlib. Deməli, yəlik hal deyil. B variantına baxıram. Cold, soyuq. Apostrof s-dən sonra sifət gəlib. Deməli, yəlik hal deyil. C variantı. Apostrof s-dən sonra family, ailə sözü gəlib. Bəli, mənim dostumun ailəsi Bilgəhdə yaşayır. D variantına baxıram. Article gəlib, sifət gəlib. Deməli, yəlik hal deyil. Y variantına baxıram. Got gəlib, has gotun qısaldılması yəlik hal deyil. Deməli, cavab olur C bəndi. 14-də baxıram. Apostrof s-dən sonra my gəlib, əvəzlik, yəlik hal deyil. Apostrof s-dən sonra yubka sözü gəlib. Bəli, qızın yubkası ağdır, düzdür. Apostrof s-dən sonra got gəlib, yəlik hal deyil, has gotdur. Apostrof s-dən sonra article gəlib, deməli, yəlik hal deyil. Apostrof s-dən sonra got gəlib, has gotun qısaldılmasıdır. Deməli, cavab olacaq B. 15-ə baxıram. Apostrof s-dən sonra söz önü gətirib. Səhv. Apostrof s-dən sonra article gətirib. Səhv. Apostrof s-dən sonra əvəzlik gətirib. Səhv. Apostrof s-dən sonra mama sözü gəlib. Bəli, Mike'ın maması ona pizza gətirdi. Y-yə baxıram. Apostrof s-dən sonra got yazıb. Has gotun qısaldılmasıdır. Düzgün cavab olacaq. 15-də D. 16-cı testə baxıram. Apostrof s-dən sonra n gəlib. Yəni, article olmaz. Apostrof s-dən sonra hör gəlib. Yəni, əvəzlik olmaz. Apostrof s-dən sonra rəng gəlib. Sifət, green olmaz. Apostrof s-dən sonra got gəlib. Olmaz. Apostrof s-dən sonra computer isim gəlib. Bəli. Ted'in kompüteri yeni deyil. Deməli, yəlik haldır. 17-yə baxıram. Sənin bacının adı nədir? 17 ən maraqlıdır bunların içində. Niyə? 2 dənə apostrof s var. Birinci apostrof s what is-dir. Amma ikinci apostrof s yəlik haldır. Nədir sənin bacının adı? Apostrof s-dən sonra isim gəlib, düzdür. B-yə baxıram. From gəlib, dan-dən. He is from deməkdir. C-yə baxıram. An article gəlib, he is deməkdir. Əvəzlik gəlib, she is, my pen pal deməkdir. Qəhvəyi, sifət gəlib, deməli, yəlik hal deyil. Apostrof s-dən sonra isim gələn bir dənə A variantıdır. 18-dən davam edirəm. An da altında
Apostrof S-dən sonra ad gəlib. Onun adı Susandır. Her name is Susan. İsim gəlib, amma cümləni tərcümə elə. Onun adının Susan, nöqtə. Nə deməkdir ki, onun adının Susan? Deməli, belə deyir, onun adı Susandır. Deməli, bu apostrof S izin qısaldılmasıdır. C-yə baxıram. O, Benin anasıdır. Bu izdir, amma bu yəlik haldır. O, she is, Ben's mother. Elə bil deyirəm ki, Sara is, Aydın's mother. Sara Aydının mamasıdır. C düzgün cavabdır. D-yə baxıram. Apostrof S-dən sonra əvəzlik gəlib. Apostrof S-dən sonra isim gəlməyib, inzə gəlib. Ona görə düzgün cavab olacaq. Son 2 testimiz qaldı. What is in the middle of the tray? Today is my sister's birthday. Aha, bacımın ad günü. İsim gəlib, düzgün cavab B. 20-yə baxıram. Baxıram cümlədə apostrof S-dən sonra harda isim gəlib? Burada ət gəlib. Burada qəhvəyi rəng gəlib. Burada rəng gəlib. Burada da əvəzlik gəlib. Düzgün cavab olur D. Onun dostunun bacısı şokoladı xoşlamır. Bugünkü test izahım bu qədər. Ümid varam ki, hər kəs üçün aydındır. Testləri özünüz fərdi şəkildə yenidən işləyin. Daha sonra səhv çıxan testlərə kanalıma daxil olub səhvlərinizi buradan yoxlayın izahlarımla birlikdə. Əgər kanalım sizin üçün faydalıdırsa, abunə olmağı, like atmağı və bölüşməyi unutmayın. Sağ olun, hələlik.